Gəldik qurbağaların çoxalmasına. Ayrı cinsiyyətli heyvanlardır. Və çoxalma dövründə təbii ki, qurbağalar cütlərə ayrılırlar. Və həmçinin bunlarda deməli fərdləri cəlb etmək üçün rezonatorlar formalaşır da. Görürsünüz, qurbağalar qurulduyurlar. Cinsi hüceyrələr çıxarıcı borularla klaukaya tökülür. Bayaq da dərsi keçəndə klauka barədə demişdim bunu və mayalanması xaricidir. Əgər bu deməli kürülərini suya axıdırsa, deməli burada çoxalma xaricidir. Niyə? Çünki kürlər xaricə çıxır. İndi gəlin inkişafı ilə biz qurbağanın inkişafı ilə tanış olaq. Deməli bu kürülər ki var, qurbağanın yumurtaları, bundan birinci xarici qəlsəmələrə malik nə çıxır? Qurbağa fərdləri çıxır. Baxın, bax bu xarici qəlsəmədir. Görürsünüz? Şəkili göstərəndə ki, bu hansı fərddir, yəni çömçəquyruq deyirik də biz buna. Hansı fərddir? Deyərsiniz ki, xarici qəlsəməyə malik fərdlərdir. İlk dəfə kürdən çıxan xarici qəlsəmələrə malik sürfələrdir. Daha sonra onlar daxili qəlsəməyə çevrilir. Baxın, bunlar daxili qəlsəməsi olan fərdlərdir. Baxın, artıq burada arxa ətraflar meydana gəlib, bunda ön ətraflar meydana gəlib və digərisində yetkin qurbağanı siz görürsünüz. Deməli, əgər bunlar fərdlər suda yaşayırsa, nə ilə tənəffüs eləyir? Qəlsəmələrlə tənəffüs eləyir. Və yadınızda saxlayın. Bax, bu inkişafa nə deyirlər? Dolayı inkişaf deyirlər. Düzdür? Niyə dolayı inkişaf deyirlər? Görürsünüz, birinci kürü tökür, kürüdən sürfə əmələ gəlir, sürfə sonradan qayıdıb yetkin fərdə çevrilir. Yəni, eyni ilə özünə oxşayan qurbağa əmələ gəlmir. Əvvəlcə qurbağa neyiniyir? Qəlsəmələrə malik olan sürfələrə çevrilir. Yəni, yumurtadan birbaşa qurbağa çıxmır. Aydın oldu uşaqlar. Dərsimiz bu qədər. Sizə uğurlar.